Bakı ilə Moskvanın kəskinləşən münasibətləri Rusiyadakı Azərbaycanlı miqrantların həyatına necə təsir edə bilər? Yekaterinburqda Azərbaycanlılara qarşı reydlər, ölümlər, ardınca da Bakıda Rusiyalıların həbsi, münasibətlərin pisləşməsi Rusiyadakı Azərbaycanlı miqrantlarda narahatlıq yaradıb. Bunu Azadlıq Radiosuna Moskvada uzun illər yaşayan, amma indi mediada adının çəkilməsini istəməyən Azərbaycanlı bildirir. Dediyinə görə, hətta telefonla belə bu məsələ haqqında danışmaqdan çəkinənlər var. Ehtiyat edirlər ki, birdən telefonları dinlənər, gəlib onları apararlar. Kiminin içinə qorxu düşüb, kimi də tam rahatdır. Amma ümumilikdə Azərbaycanlılar gərgindir. Məsələn, əminəm ki, restoran sahibləri narahatdılar ki, gəlib mənə deyəcəklərmi? Bəziləri qəzəblidir ki, dövlətlər bu münasibəti korlayanda düşünmürmü ki, biz burada əziyyət çəkəcəyik. Dünən saxlanan Şahin Şıxlinski dövlətə yaxın olan ən başda gələn diaspora rəhbəri idi. Hamı onu tanıyır. Onun elə saxlanmasına baxanda artıq başqaları çəkinir ki, onu belə bu durumda tutub aparıblarsa, onda mənə gör neyniyərlər. Şahin Şıxlinski artıq sərbəst buraxılsa da, hələ ki iki tərəfin münasibətlərdə gərginliyin azalması əlamətləri görünmür. Moskvada yaşayan həmsöhbətim deyir ki, bəzi Azərbaycanlılar inanır ki, onlara dəyən olmayacaq. Kim bundan sığortalanıb ki, iki dövlət arasında münasibət gərginləşəndə həmişə əziyyəti adi insanlar çəkir. Sabah hansısa dövlət qurumuna işin düşəndə Azərbaycanlıyam deməyə çəkinəcəksən. Ümumilikdə isə mən hələ ki Moskvada Azərbaycanlılara qarşı aqressiya hiss etməmişəm. Aqressiya daha çox sosial şəbəkələrdə görünür. Voronejdə də regionun ən böyük Alekseyevski bazarının ortaq sahibi Yusif Xəlilov saxlanıb, sonradan sərbəst buraxıldığı deyilir. Bakıda isə əvvəl Rusiyalı jurnalistlər saxlanıb, ardınca da Rusiya vətəndaşları narkotik qaçaqmalçılığında ittiham edilərək həbs edilib. İki dövlət arasında münasibətlər xeyli pisləşib, qarşılıqlı notalar verilir. Keçmiş diplomat Nahid Cəfərovun fikrincə, iki ölkə arasında pisləşən münasibətlər miqrantlara təsirsiz ötüşməyəcək. Yuxarıdakıların verdiyi, göstərdiyi mesajlar, o bu dəqiqə Rusiyada kifayət qədər aktiv olan millətçi kəsimi daha da qızışdıra bilər. Bu millətçi kəsim çox sərt bir formada qeyri-Rus millətlərinə qarşı, o cümlədən Azərbaycanlılara qarşı kifayət qədər sərt aksiyalar həyata keçirə bilərlər. Qeyri-rəsmi məlumatlara görə Rusiyada 2 milyona yaxın Azərbaycanlı yaşayır. Nahid Cəfərov əlavə eləyir ki, Rusiyaya çörək pulu dalınca gedən Azərbaycanlıların əksəriyyəti elə Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasət nəticəsində oradadır. Və belə olan halda Azərbaycan rəhbərliyi hazırki siyasi eskalasiyanı daha çox davam etdirə bilməz. Oradakı Azərbaycanlıların sıxışdırılması birbaşa daxildə İlham Əliyevin imicinə çox ciddi zərbə endirir, həddindən artıq. Və İlham Əliyevin o müharibədən sonra özü üçün yaratdığı həmin o imic çox asanlıqla dağıla bilir daha doğrusu. Və inanmıram İlham Əliyev çox uzun bir rəqabətə girə bilsin Rusiya ilə və ya Putinlə. Düşünürəm ki, İlham Əliyev artıq mesajını almış oldu və müəyyən korrektlər edəcək öz xarici siyasətində və müəyyən uzlaşmalar olacaq və bu problem uzun sürə vaxt aparmadan həll olunacaq. Hazırda Azərbaycanda polis Yekaterinburqda baş verənlərlə bağlı özü araşdırma başladı və Rusiyadan da günahkarların cəzalandırılmasını istəyir. Kremlin sözcüsü də bütün diplomatik kanallardan istifadə edərək Bakıda saxlanan vətəndaşların hüquqlarını qoruyacağını deyir.